Özel günlerden birinden Romans Palas'tan salamlayıram sizi əziz dostlar, izleyiciler. Mən Kamran Bey Əziz, fotoğraf ve sizin toy bələdçisi olarak fəaliyyət göstərdik. Bu şəraiti yarattığına göre Rüfət Bey'e sonsuz təşəkkürlərimizi bildiririk. Ekranın sağ və yaxud da sol tərəfində Romans Palas'ın məhz Instagram və nömrələrini qoyacağıq. Füsunkar və yenilənmiş Romans Palas'ın hal-hazırda siz stolun görürsünüz. Üzərində yerləşən təamlarını görürsünüz. Qeyd edək ki, təamlar haqqında məhz administratora öz suallarınızı, daha doğrusu gəlib özünüz baxa bilərsiniz bu möhtəşəm şadlıq sarayına. Qeyd edim ki, aparıcı müğənnimiz Tural Bey'di. Məhz toyu o başdan ayağa sonacan aparırdı. Üzeyir Hacıbəylinin Arşın Mal olan operettasının Əskərin aryası ilə toyumuzu açtı. Dinleyek, sonra yeniden kaydacağım. Ve Kemale Hanım'ın ifası toyumuzun açılışına daha da renk, ehval katır. Bakımızın en debdebeli Romans Palas'ta bugün böyle güzel bir izdivaç baş tutur. Arzum budur ki sizin de evinizde, ocağınızda, kapınızda hemşe güzel meclisler, güzel ziyafetlere gerek. Ve deyilən deyib bütün güzel təbriklərə, sözlərə qoşuluruq. Təbrik edirik səbəbkarlarımızı və hər birinizə ricamız budur ki, bəyimiz gəldimiz halımızı daxil olarkən onları gürültülü alqışlarla qarşılayalım. Əli bəyimizlə şahane gəldimizi, elimizin, obamızın, xalqımızın toy kimi bir adəti var, ənənəsi var. Bu güzel adet ənənəyə sadiq qalaraq vağzalı səhər altında dəvət edəcəm. Və istəyirəm ki, Qulum Əli, Zeynəb xanım, Yusuf Əli, Aygül xanım gəlsinlər. Oğlan evin, qız evin. Ailələr bir milyar falan. Gəlsinlər meydanımıza. Bəyimizi gəldimizi bir yerdə qarşılayacaq. Oğlan evin, qız evi. Gözümüz aydın olsun. Vağzalı səhər altında. Bəyimizi gəldimizi mühteşem sarayımıza dəvət edirik. Ve Beynengelimizin Romans Palas'a şadlık sarayına ilk
gəlişini hal-hazırda görürsünüz. Möhtəşəm açılış oldu. Hər iki növbahar gəncimizə xoşbəxtlik və ailə saadəti arzu edirik. Qeyd edin ki, məhz şadlıq çayına daxil olandan sonra artıq rəsmi açılış rəqsi və Tural bəyin xüsusi hazırlanmış Onlar evsiz, hanım ve kız evli bohumları. Ay kız olacak. evli. Gelsinler görevler rica ederim. Yusuf Melim, Aygün Hanım. Aygün Hanım gelin benden sağ tarafı kız evli bohumları. Gelin. Yusuf Melim vardı da kız atası. Ay kız atası yakın gelin. Gözünüz aydın olsun. Tebrik ederiz. Ta qədimdən oğlan evi, qız evinə elçi düşəndə bizim qədim toy adətlərimizə görə qızın atası gəlir öz qızına deyir ki, orada bir sizə qayın. Qızım sənə yaylıq alım, al dədə qurbanım olum. Ay qızım sənə başlar alım, al dədə qurbanım olum. Ay qızım səni yerə verim. Dede kurbanım ol, ay dede kurbanım ol, ay dede kurbanım ol, can dede kurbanım ol. Gedək qazıya deyə qoy gəlin gəlsin. Gedək qazıya deyə qoy. Mən sənə xanım edən razısan. Biraz Neyiniz ürəyli razıdır, gedir. hə? Bəli. Ay oğlan Alkışlar. evi, razısız. Gedək qazıya deyə qoy gəlin gəlsin. Əlini sənə ər edər razısan. Ay kız evi razısız. Biraz bu güzel ziyafeti beyin arası gelsin merkeze. Gören ne var deyip ki. Ay aman kurban koyuna. çox gözəl toylardan birini hal-hazırda görürsünüz. Bütün subaylarımıza qismət olsun belə toy və bayramlar. Təbii ki, Bəylə gəlinin ilk rəqsi də daha sonra oldu. İnteryeri olarak romans balası hal-hazırda görürsünüz. Hər tərəfli çalışmışam sizin üçün çəkim, göstərim. Möhtəşəm bir şadlıq sarayıdır. Və Bəylə gəlinin ilk rəqsindən sonra artıq rəsmi açılış hissəsi başlayır. Tural bəyin qrupu vasitəsilə hal-hazırda Bəylə gəlin öz taxt-tacına əyləşəcək. Daha sonra isə rəsmi açılış olacaq. Ki hal-hazırda da görürsünüz. Dikkat, dikkat! Hanımlar ve celablar, tenteneli toy ziyafetle başlayırız.
karşınızda Ta kadimler Dede Korkut'un hayır duasıyla gençler evlenip aile kurardılar. Bu izdivaç güzel bir hayat yolu keşfetti. Bu adet ənənəni indi de koruyup saklamışlar. Sizin nasibiniz olsun. ince dolun yer basmayıp geriye evden çıkıp yüreğime sarıyorum. Toplumda sarmışımda kara saçlı. Teşekkür ederim, teşekkür ederim. Var olun. Alkışlarınızla Azerbaycan Allah Ekber kelimesiyle bugünkü gecemize başlayırıq. Arzum budur ki sizin de evinizde böyle güzel meclisler, böyle güzel ziyafetler kısmetiniz olsun. Hanımlar ve cenablar, gecemize Dede Korkut kompozisiyasıyla başladık ve Allah'tan arzumuz budur ki beyimize gelimize hoşbəxtlik, saadet, məhəbbət qismetiniz olsun. Əziz dostlar, hörmətli xanımlar ve cenablar, yiyin için muş olsun, əhvalımız xoş olsun. Dostlar əli qədəhli, düşmən əli boş olsun. Arzum budur sizin de evinizde, ocağınızda böyle güzel meclisler, böyle güzel ziyafetler qismetiniz olsun. Və açılışdan dərhal sonra artıq şən mahnılara, oynamalı mahnılara üstünlük verildi ki, bütün toylarımızda belədir. Mən də fürsətdən istifadə edib sizin üçün interyeri göstərirəm. Necə gözəl bir şadlıq sarayının olduğunu siz də görəsiniz. Bacardığım qədər hər yandan, hər tərəfdən çəkmişəm mən sizlər üçün. Gelimizi dövreye alan büyük bir dövre yaratacak. Yollu gideceğim. Yanlı yöneteceğim. Azerbaycan!
Təbii ki biz tam toyu verməyəcəyik, qısa sizə təqdim edəcəyik. Daha çox bu Şallıq sarayının interyerini siz görəsiniz, əziz gənclər, analar, atalar, toy etmək istəyən şəxslər. Və hal-hazırda aş təqdimatı görürsünüz. Çox gözəl də təqdimat olundu. Qeyd edək ki, bu təqdimat məhz Romans Hal tərəfindən hədiyyə olunur cütlüklərimizə. Möhtəşəm aş təqdimatını hal-hazırda izlədiniz və eyni zamanda sizə Beynəlkəlinin məhz taxtacını göstəririk. Aşdan sonra artıq tort təqdimatı olacaq. Daha sonra isə məhz gənclər üçün nəzərdə tutulmuş diskoteka və hal-hazırda da lirik mahnılar davam edir ki, Beynəlkəlimiz hal-hazırda görürsünüz. Xoşbəxtlik və ailə səadəti arzu edirik hər kim gəncimizə. Və hal-hazırda diskoteka zamanıdır. Burada da çalışacağım ki, sizə daha ətraflı Şallıq sarayını göstərim, interyerini. Hal-hazırda bəy və gəlin üçün nəzərdə tutulmuş lazer şou kimi vaxtında Beynəlkəlimiz rəqslərini edirlər, onları görürsünüz. Qeyd edim ki, toyumuzda başqa məşhurlar da var idi. Hal-hazırda Murad İsmayılı görürsünüz. Salam göndəririk şəxsinə. Muraddan da qısa kadrlar sizə göstərəcəm, təqdim edəcəm.
Və buradan sonra artıq tort təqdimatı olacaq. Və hal-hazırda görürsünüz, möhtəşəm toy təqdimatı oldu. Tortumuz təqdim ediləndən sonra isə artıq biz yavaş-yavaş yekunlaşdıracaq. Təbii ki, yekunlaşdırmamışdan əvvəl isə gənclərimizin rəqsi olacaq. Və gənclərimizin tortdan sonraki rəqsi. Dostlar, biz yavaş-yavaş yekunlaşdırıq artıq. Hər videoda olduğu kimi sizə ən əsas can sağlığı arzu edirəm. Mən Kamran Bəyəziz. Növbəti videolarda görüşmək ümidi ilə. Sağlıqla qalın.